Deputat millət vəkili Günay Ağamalı ilə birbaşa bağlantımız olacaq. Biz onunla çoxuşaqlı ailələr məsələsini müzakirə edəcəyik. Günay xanım, salam, hər vaxtınız xeyir olsun. Salam, sabahınız xeyir olsun. Günay xanım, çoxuşaqlı ailələrlə bağlı kriteriyalar dəyişdirilə bilərmi? Ümumiyyətlə, bu barədə zaman-zaman Milli Məclisdə də deputatların, həmkarlarınızın təklifləri olub. Yəni, təklifə görə artıq 3 və daha çox uşağı olan ailələr də aylıq müavinət almaq imkanına sahib ola bilər və valideynlər üçün erkən pensiyaya çıxma imkanı da nəzərdə tutula bilər. Bu nə qədər real səslənir sizcə? Bu mümkün ola bilərmi bunun icrası? Təşəkkür edirəm. Ölkəmizdə çoxuşaqlı ailələrə sosial dəstəyin genişləndirilməsi ilə bağlı irəli sürülən təşəbbüs cəmiyyət üçün mühüm əhəmiyyət daşıyan məsələlərdən biridir. Ailə institusunun möhkəmləndirilməsi, uşaqların sağlam və təhlükəsiz mühitdə böyüməsi, eyni zamanda demoqrafik balansın qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu baxımdan 3 və daha çox uşağı olan ailələr üçün əlavə sosial mexanizmlərin nəzərdən keçirilməsi həm sosial müdafiə baxımından, həm də uzun müddətli demoqrafik strategiya baxımından olduqca əhəmiyyətli addımdır. Təklifin əsas məqsədi 3 və daha çox uşağı olan ailələrin sosial müdafiəsini gücləndirməkdir. Bilirsiniz ki, bugünə qədər çoxuşaqlı ailə anlayışı deyiləndə daha çox 5 və daha artıq uşağı olan ailələr nəzərdə tutulurdu və bu ailələrə tətbiq olunurdu. Yeni təşəbbüs isə bu yanaşmanın daha geniş ailə kateqoriyasını əhatə etməsinə hesab edirəm ki, imkan yaradacaq və xüsusilə də orta və aşağı gəlirli ailələrin gündəlik xərclərinin qarşılanması nöqteyi nəzərdən dövlət tərəfindən onlara həm də müəyyən dəstək rolunu oynayacaqdır. Necə hesablanacaq sizcə? Uşaqların sayına uyğun müavinətlər təmin olunacaq, yoxsa hələ bu qərar qəbul olunandan sonra baxılacaq necə olsun ödənişlər? Təbii ki, indiki dönəmdə müzakirələr gedir, amma ümumilikdə götürsək hesablanma necə hesablanacağı ilə bağlı müavinətlərin konkret məbləği və mexanizmləri təbii ki, müvafiq qurumlar, dövlət qurumları tərəfindən aparılan sosial-iqtisadi hesablamalarla tənzimlənəcəkdir. Amma bu müzakirələrdə də təbii ki, öz əksini tapa bilər, müzakirələr zamanı da təkliflər irəli sürülə bilər. Yəni, dəstək mexanizmləri ailələrin real sosial vəziyyətini nəzərə alaraq formalaşdırılacaqdır. Hesab edirəm ki, burada yardım həqiqətən də ehtiyacı olan ailələrə çatmış olacaqdır. Bu çox önəmlidir. Yəni, bunu da balanslaşdırmaq üçün təbii ki, xüsusi mexanizmlərdən istifadə olunacaq. Yəni, məncə də çünki burada artıq uşaqların sayıdır da, bunu ört-basdır eləyəsi bir yeri yoxdur ya da hansısa bir formada. Bəs necə düşünürsünüz? Sizcə bu qanun qəbul olunarsa demoqrafik vəziyyətdə dəyişikliyə gətirib çıxaracaqmı? Yəni, insanlarda çoxuşaqlılığa həvəs artacaqmı? Ümumiyyətlə, yəni bir çox ölkələrin də təcrübəsi göstərir ki, ailələrin sosial təminatının gücləndirilməsi demokratik siyasətin mühüm elementlərindən biridir. Uşaqların saxlanılması, onların tərbiyəsi ilə bağlı dövlət tərəfindən bu ailələrin dəstəklənməsi əlbəttə ki, onlar üçün əlavə motivasiya verəcəkdir, yəni onlar üçün bir stimul yaradacaqdır. Eyni zamanda bu cəmiyyətin ailə və uşaq dəyərlərinin verdiyi önəmin göstəricisi kimi də qiymətləndirilməlidir. Son olaraq bir sual da verəcəm. Yəni bir uşaqdır, 3 uşaq, 3 uşaqdır. Onun fərqi yoxdur. Hər uşağın özünə görə xərci də var. Ümumiyyətlə bu uşaq pulu məsələsi Milli Məclisdə gündəmə gəlirmi? Bilirsiniz necə, uşaq pulu məsələsi zaman-zaman bəli müzakirələr olunur. Özünüz də bilirsiniz, bu cəmiyyətdə də müzakirələrə səbəb olan bir məsələdir. Amma mən hesab edirəm ki, bugünkü gündə sosial müavinətlərin verilməsi elə məhz uşaq pulu anlayışına gəlib çıxır. Sadəcə başqa adlı bu sosial müavinət kimi sosial müavinət anlayışı ilə, yəni anlayışı kimi bugün cəmiyyətdə formalaşmışdır və qanunlarda da bu cür öz əksini tapır. Hesab edirəm ki, ümumiyyətlə qanunların müzakirəsi, qanundan öncə məsələlərin müzakirəsi bu zamanın tələbinə uyğun olan
məsələlərdir. Yəni ola bilər ki, müəyyən zamandan sonra bu məsələ geniş müzakirə olunsun, Milli Məclis səviyyəsinə də qalxsın və adı dəyişdirilərək uşaq pulu olsun. Amma bugün ümumilikdə götürəndə uşaq pulu adı digər sosial müavinətlər adı ilə yəni ailələrə tətbiq olunur. Aydındır. Təşəkkür Təşəkkürlər Günah edirik, xanım. minnətdarıq. Amma adını dəyişib elə uşaq pulu eləsəz hamısından yaxşı olar. Çünki hər uşağın o dəstəyə, qayğıya ehtiyacı var. Müxtəlif adlarda verirlər. Bəli, müxtəlif adlarda verilsə də, amma almayanlarda kifayət qədərdir. Uşaq pulu olsa hamıya çatacaq nəsə. Buna görə çox yaxşı olar əslində ki, bu məsələ əminəm ki, indi Milli Məclisin də gündəmindədir, danışırlar bu haqda. Görək zaman nə göstərəcək.